Tələbələr, bu gün sizlərə faiz məsələləri mövzusunun izahını verəcəm. Deməli, ilk sualdan başlayaq. Deyir ki, bizə məhsulun qiyməti əvvəlcə 20% artdı, sonra yeni qiyməti 10% azaldı. Məhsulun qiyməti necə dəyişdi? Deməli, mən birinci məhsulun alış qiyməti hər zaman 100 götürəcəksiniz. Bir dəfə yazdım sizlər üçün. Alış qiyməti hər zaman 100-dür. Əvvəlcə 20% artıb, məhsulun qiyməti 20% artıbdır. 20% artıb olub 120. 100 idi, düzdürmü? Artdı 20%. Oldu 120%. İndi deyir ki, sonra yeni qiymət artıq budur. 120-dir. 10% azaldı. 120 10% azaldanda 120-dən onun çıxmırıq. Burada düzdür, üzərinə gəlirik. Çünki 100-ün 20% ilə 20-dir. Məsəl üçün, 100-ün 30% ilə 30-dur. Ona görə üzərinə gəlirik. Amma 120-nin 10% 10 deyil axı. Baxaq, birinci 120-nin 10%-ni tapırıq. 10%-ni tapmaq 100-də 10-a vurmaq deməkdir. Bərabərdir. 100-də 10-u neçədir elə bil. 100-ün 1 sıfırı buradan gedir, 1 sıfırı bundan gedir. Elə qalır 12. Deməli, 120-nin 10%-i 12-dir. İndi mən nə edəcəyəm? Bundan da 12% çıxacağım. Çünki 10% azalıbdır. 120-nin 10%i 12 olduğuna görə 12-sini çıxıram. Qalır burada 108%. İndiki məhsulun qiyməti necə dəyişdi? Əvvəl 100 idi, nəticə 108 oldu. Yəni 8% artdı. Burada edilən səhv nədir? Yenə 120-dən 10-un çıxılır, 10% azaldı. Hə, 120-dən də 10 çıxılır. 110, 10% artdı olaraq burada qeyd olunur. Amma ki, xeyr. Bizə deyir, sonra yeni qiymət 10% azaldı. Yeni qiymət isə bizə burada 120-nin 12%-ni tapmalıyıq. 10%-ni bağışlayın, 10%-ni tapmalıyıq ki, nə qədərdir? Sonra devam edək ikinci sualdan. Bizə deyir ki, dərnəşdə oğlanlar qızların 80%-ni təşkil edir. Onda qızlar oğlanların neçə faizini təşkil edir? Qızlar oğlanların 80%-ni təşkil edir. Oğlanları götürürəm x. Oğlanlar qızların 80%-ni. Yox, burada oğlanlar qızların dediyinə görə qızları x götürməliyik. Oğlanlar qızların 80%. X-in 80%-i neçədir? X-in 80%-ni tapmaq üçün x-i vururam %80-ə. Bu da mənə ixtisar gedir. Qalır deməli 80-i 100-ə bölsəm 0.8x. 0.8x. Yəni oğlanlar da 0.8x-dir. Bunu tapdıq. İndi deyək, onda qızlar oğlanların neçə faizini? Qızlar oğlanların neçə faizini təşkil edir? Qızlar oğlanların neçə faizini təşkil ediyini tapmaq üçün vururam 100-ə. Faizin dediyinə görə 100-ə vururam. Deməli, x-lərim getdi. Burada 100-dür. 100-ü 0.8-ə bölündə düşür 125. 125 faizini təşkil edir deməkdir. Sonra verilmiş ədədi 10% artırdılar. Verilmiş ədəd, məsəl üçün də biz 100 deyirik. 100%-də dediyimiz kimi ilkin ədədimiz 100%-dir. Bu 100%-i 10% artırdılar. 100-ün 10%-i elə 10-dur. Ona görə 110 olur. Sonra alınmış ədədi bu 110-u 10% artırdılar. Əvvəlcə bunun üstünə indi 10 gəlib 120 yazmırıq. Əvvəlcə 110-un 10%-ni tapırıq. Bu edir 11. 110-un 10%-ni, %10-unu tapırıq. Sıfırlar biri bundan gedir, biri bundan gedir. Qalır burada 11. 11%-də artırdılar. 10%, yəni artırdılar. Nəticədə 11 artırdılar. Üzərində gəlirik 11-i. Bu bizə verir 121%. Son nəticədə verilmiş ədəd əvvəlkinə nisbətən neçə faiz artmış olur? Bu 100 idi, bu 121. 21% artmış olur. Sonra devam edirik 4-cü sualda. Sinifdə 25 şagird oxuyur və onların 40%-i qızdır. 25-in 40%-ni tapaq əvvəlcə görək nə qədər, neçəsi qızdır. 25 nəfər var sinifdə, şagird oxuyur və onların 40%-i qızdır. Onun 40%-ni tapaq. %40. Sıfırın biri bundan geçsin. Bundan bu 5-yə xısar geçsin. Burada 2 qalsın. Burada 5 qalsın. Burada xısar geçsin 2 ilə 4. Burada 2 qalsın. 5-də 2-yə vuranda 10. Demək ki, 25 nəfərdir. 10 dənəsi 40%-i qızdır. 10 qız 25 nəfərin. Neçəsi qaldı? 15-də oğlan. İndi gəlin davam edək. Deyir ki, sinifə
Bir neçə qız da qəbul olunduqdan sonra qızların sayı bütün sinifin 50%-ni təşkil edir. Deməli yoldaşlar, burada siz nəyə götürməlisiniz? Bizim neçə qızımız var? 10 qızımız. Bu 10 qız üstünə neçəsi gəlir də bilmirəm. Neçə qızsa qəbul olur. Bu oğlanlar daxil olmurdu. Neçəsə qız qəbul olunduqdan sonra da bəli. 10 plus 8. Bu nəyə bərabər olur? Ümumi sinifin yarısına. Baxın, əgər sinifə qız daxil olursa, qəbul olunursa, bu şagirdlərin sayına da təsir edir də. Yəni neçə nəfərdirsə, bu da həmçinin şagirdlərin üzərinə gəlir. Məsəl üçün deyirəm, 10 nəfər gəlirsə, bu niyə 5 yazdım burada, x yazsaydım. Baxın, məsəl üçün, sinifə 10 dənə qız gəlirsə, bu 20 qız edir. Həmçinin bu da 10 nəfər də artır da sinifdə. Ümumi sinifdə də 10 nəfər artır. Ona görə 35 olur, məsəl üçün. Bunun deyil, neçədir? 50%. 50% nə deməkdir? Yarısı demək. Yəni 2-yə bölürük. Qızlar ümumi sinifin yarısı olmuş olur. Sinifə bir neçə qız qəbul olunduqdan sonra. İndi sinifə neçə qız qəbul olundu? Məndən x-i soruşur. X-i necə tapıram? 2-yə vuracağım əvvəlcə buna. Bu eləyir neçə? 2-ni vuranda 2x plus 20 bərabərdir 25 plus x. X-i C tərəfə keçirəndə qalır 2x, 20-yi də bu tərəfə keçirəndə qalır 5. Cavab 5. A variantı. Yəni 5 qız qəbul olmuş olur. Həqiqətən də baxsaz, 10-un üstünə 5 gəlsəm 15, 25-in üstünə 5 gəlsəm 30, bölsəm 2-yə 15. Yəni 30-un yarısıdır. 15 30-un yarısıdır. Sinifdə 40 şagird oxuyur. Sinifdə 40 şagird oxuyur və bunların 60%-i qızdır. Yenə 40-ın 60%-ni tapaq əvvəlcə. 24 eləyir. Deməli, 40 şagirddir, 24-ü qızdır. Neçəsi qalır yerdə? 40 şagird oxuyursa 16. 16 da oğlan var. Sonra, deyək ki, 60% qızdır. Bu sinifdən bir neçə qız çıxdıqdan sonra qızlardan çıxır 24. Çıxaq 2. Neçəsi çıxıb bilmirəm, ona görə 2. Qızlar bütün sinifin 50%-ni, bütün sinifdə nə qədər var idi? 40 idi. 40-dan da həmin çıxırıq 2-si ha. Çünki həmin sinifdən, məsələn, neçə qız çıxıbsa, həmin sayda sinifdən azalır. Bunun yenə yarısı. Eyni qayda bayaq kimi, sinifdən neçə qız çıxdı? Yenə 2 oluşur. Bu da vursam yenə eyni qayda. 24-ü 2-yə 48. Birbaşa yazaq. Çıxaq 2x bərabərdir 40 minus x. Buradan x-i keçsə bu tərəfə müsbət olsun. 2x bu tərəfə keçsə 2x minus x. İləm ki, bu tərəfdə x qalır. Bərabərdir. 40-ı da digər tərəfə keçsə 48 çıxaq 48-də bərabərdir. X-imiz bərabərdir 8-ə. 46-cı suala. Deyək ki, qızlar sinifdəki şagirdlərin sayının 40%-i qədərdir. Bu dəfə mənə şagirdlərin sayını verməyibdir. Şagirdini götürürük x. Şagirdlər yazaq. Şagird x-dir. Və deyək ki, şagirdlərin qızlar isə nə qədərdir? Qızlar bunun 40%. 40% bilsiniz nə deməkdir? %40. %40 x vurulsun. %40. O ilə kəsir kimi yazsam qalsın. Bax 100-lə 40 5-ə ixtisar gedir. 5-ə yox, 20-yə ixtisar gedir daha doğrusu. 20-yə ixtisar getsə 5, 20-yə ixtisar getsə 2. Burada nə qalır? 5-də 2x. Yəni qızlar 5-də 2x-dir. 40%-dir. 5-də 2x. Buranı silə bilərik. Gözləyim bir dənə. Qarışmasın. Sonra devam edək. Deyək ki, sinifdəki oğlanların 5-i başqa sinifə keçərsə, oğlanlar keçir, qızlar yox. Ona görə sadəcə sinifdən çıxaracağım bu 2 çıxaq 5-i. Sinifdən 5 dənə oğlan gedir. Qızlar sinifin yarısını, yenə bunu bölürəm 2-yə, bərabər olur qızların sayına. Yarısı 50%. Və 5-də 2x. Bizə deyir ki, bu sinifdə neçə şagird oxuyur? Əslində x soruşur, şagird tapmalıyıq. Yəni x tapmalıyıq. Buradan gəlin də x-i tapaq. Nə edəcəyik? 2-ni 2-yə vuracaq. Bu 2 bunun yanındadır əslində. Elə yazaq istəyirsinizsə.
surətdə deməkdir. 2x-i 2-yə vursam bu eləyir 4x. Burada çarpaz vururuq da belə. Bərabərdir. 5-i x-ə vursam 5x minus 25. Bu 4x bu tərəfə keçsək, 25 o tərəfə keçsək ki, mənfimiz gəlsin. 4x bu tərəfə keçirsək, eləyir neçə? 5x, 4x gəlsə o yüzden 5x çıxaq 4x. Bu da eləyir 2x. Bərabərdir. 25 də bu tərəfə keçsək 25. Yerlərini dəyişik yazsın. X bərabərdir 25. Yəni sinifdə 25 nəfər var. Baxaq 7-ci suala. Malın qiyməti əvvəlcə 30% azaldıldı, sonra isə 30% artırıldı. Malın birinci qiymət neçə faiz dəyişdi? Deməli, malın ilkin qiyməti demişik ki 100%-dir. Bu 30% azaldılırsa, 100-ün 30% ilə 30-dur. Nəyə görə? İstəyirsiniz bunu nəyə görə dediyimi baxın. 100-ün 30%-i %30-unu tapırıq, düzdürmü? 100-ü yaxşıca geri 30 qalır. Bu 100 üçün keçərlidir. Digər rəqəmlər üçün keçərli deyil. 100-ün 30%-i azaldıldı. Baxın, 100 idi. 30% azaldıldı. Çıx 30. Bu eləyir 70%. Sonra isə 30% artırıldı. Birinci 70-in 30%-ni tapırıq. Sonra üzərinə gəlirik. 70-in 30%-i neçədir? 21-dir. Bax, sıfırlar gedir. 3-ü 7-yə 21. Bu 21% artırıldı. Plus 21. Bu da 91% etdi. Malın birinci qiyməti neçə faiz dəyişdi? 100 idi, 91 oldu. 9% azaldıldı. 8-ci sualda. 70%-i sudan ibarət olan alma qurudularkən çəkisinin 60%-ni itirir. Qurudulmuş almanın neçə faizi sudur? 70% sudan ibarət alma qurudularkən çəkisinin 60%-ni itirir. Ona belə baxaq. Bir alma götürək. Bu alma 100 qram olsun. 100 qram. 100% deyək. 100 qram deyək. Fərq yoxdur. Qram deyək. Aha. Fikirləşin ki, bunun 70%-i sudursa əgər, 70%-i sudursa, yerdə qalır 30%, düzdürmü? 30% də öz çəkisidir. Yəni, buna lət də deyə bilərik də, ləti, əti, öz çəkisi də, yəni. Yaxşı, 30% də lətidir. İndi deyir ki, qurudularkən çəkisinin 60%-ni itirin. Qurudularkən bilirik ki, sud da buxarlanan. Bu lət dəyişmir ki, bunun 60%-i gedir. Burada qalır mı 10%? İndi baxın, deyir ki, 100 qramın qurudulmuş almanın neçə faiz sudur? Artıq burada, belə baxaq da, bu 10, ümumilikdə bax nə qədər eləyir? 40 eləyir. 10 ümuminin, yəni bu 40-ın neçə faizdir? Bu su, ikisi bir yer neçədir? 100 yoxdur ki, artıq 60-ı gedibdir. Yerdə qalıb 40. Bu 40-ın neçə faizidir? Faiz deyirsə, faiz göstərən ədəd, yəni 100-ə vururuq. İxtisar gedir 0-ın biri bundan. Bu eləyir 100, %4-ə bölündə neçə? Hədə %4-ə bölündə 25-də. Dedim, bəlkə nə istəf yazmış. Düz. 25%, belə deyək də 10, 40-ın 25%. Kvadratın sahəsini 69% böyütmək üçün onun hər tərəfi neçə faiz artırmaq lazımdır? Sahə deyəndə, bax, perimetr deyəndə olduğu kimi götürəcəyik, yəni neçə faiz artıbsa o qədər də götürəcəyik, amma sahə deyəndə bu dəyişilir. Məsəl üçün, sizə belə bir şey kvadrat məsəl üçün çəkim, tam başa düşəcəksiniz. Kvadrat, qoyun bir dənə kvadrat çəkim sizə. Aha, bu bizim kvadrat. Bu da bir dənə də kvadrat çəkim. Bax, bunun deyir ki, məsəl üçün, sahəsini. Sahə, kvadratın sahəsi nədir? Sahədən yadınızda qalar. A kvadrat, düzdürmü? Yəni, bir tərəfin kvadratı. Məsəl üçün, 10-dur. 10-dursa, bunun kvadratı, sahəsi, yəni eləyir 100. Düzdürmü? Onun kvadratı 100. Bu, indi deyir ki, 69% böyütmək. Bu 100%. 69% böyütmək 169 deməkdir. Neçə olmalı ki, kvadratı? 169 olsun, 13. Düzdürmü? Demək ki, bu 13-dür. İndi bizə deyir ki, hər tərəfini neçə faiz artırmaq lazımdır? 3 da, yəni 30%-dir. 30% artırmaq lazımdır deyə bilərik. Yəni, belə yaza bilərsiniz əslində. Onu vururam neçəyə? %2-sə. Bu şəkildə yaza bilərsiniz. Bərabər eləyir 13-ə. Görək neçə faiz böyütdüm ki, 13 elədi bu. Düzdürmü? İkisini buradan tapaq.
Bu 10x'dir. 13 böl. Necə yazarıq buradan? Əslində 13 yox, 3 yazmaq lazımdır. Buradakı 3 böyüyüb da. 3 yazmaq lazımdır, 13 yox. 3 bölünməlidir ki, 13 eləsin, belə fikirləşək. Onda x'in burada bərabərdir 30-a. Yəni 30% böyütmək, artırmaq lazımdır. Lakin bu, dediyimiz kimi, perimetrdə belə deyildir. Perimetrdə deyir ki, bərabər tərəfli üçbucağın hər bir tərəfinin uzunluğunu 10% azalarsa, onun perimetri neçə faiz azalar? Elə perimetrdə 10% azalacaqdır. Çünki hər tərəfi nədir? 3 adda, düzdürmü? 10% azalsaz, bu elə 10% azalacaq deməkdir. Bu nədir yazdım bura? 30%. Yox. 10'dur, məsəl üçün. 3A. 3A yazmaq istəyirdim. Perimetri. 3A. Nəyə görə? Perimetri, məsəl üçün, burada A-da bərabər tərəfli dediyinə görə. Burada A-da, burada A-da. Bunun perimetri bərabərdir 3A-ya. Məsəl üçün, 10 götürsəz 30, 10% azalsaz 9, 9, 9, 27. Ümumilikdə 27, məsəl üçün, nə qədər azalıb? 3% azalıb ki, 27 olub. 10% bağışlayın, 10% azalıb ki, 27 olub deməkdir. 11-ci suala baxaq. 20 kiloqram çəkisi olan qarpızın 99% sudan ibarətdir. Qarpız biraz quruduqdan sonra onun 98%-ni su təşkil edir. 99%-dir. Biraz quruyub 98% sudur. İndi qarpızın çəkisi necə kiloqramdır? Gəlin baxaq. Deməli, əvvəlcə tapaq ki, 20 kiloqramın 99-u sudan ibarətdir. 99. 20-nin 99% neçədir? Birinci onu tapaq ki, biləkdə neçə kiloqramı sudur, neçə kiloqramı çəkisidir, öz çəkisidir, lətidir. 20-nin əslində 1%-ni də tapa bilərdik ki, daha asan olsun. Neysə tapaq, fərq yoxdur. Bu 0 desin, 20-nin özünə bölürəm. Burada düşür neçə? 5, düzdürmü? 99'u 5'e bölündə düşür 1 dəfə, 9 dəfə, 8 dəfə. 19.8. Yəni bu 20'nin 20 kiloqram qarpızdır. Bu 20 kiloqram qarpızın 19.8'i sudur. Kiloqram, elə fikirləşin, artıq faizdən çıxdıq. Çıqı sudur. Və deyir ki, neçə faizi? Burada qalıb nə qədər? 0.2 da, düzdürmü? 0.2 kiloqramı da lət deyək də, çəkisi deyək, ləti deyək. Aha. İndi deyir ki, qarpız biraz quruduqdan sonra, quruyanda sudan gedir dedik. Onun 98%-ni su təşkil edir. 98%-i nə qədərdir? Yəni bu yenə öz yerində qalacaq. 0.2 öz yerində qalmış olacaq. 98%-ni B deyək. Onda 98-dirsə 2% qalır da demək ki, düzdür. Buradan 2% qalır buna. Yəni lətə. Yəni 2% əgər çəkisidirsə, 0.2-dirsə, onda 100%. Yəni indi qarpızın çəkisi deyir axı, 100%. İkisi bir yerdə 100% götürməliyik. 100% nə qədər olar? X. Yəni tapaq. Yaxşı, deməli, əslində yarısı olur 10. Nəysə, yəni tapaq. X bərabərdir. Buradan vursam 2x. Çarpaz vursaq 2x. Ya da ki, x-in bərabərdir nəyə? 100-ü 0.2-yə vurub böləcəm 2-yə. X bərabərdir. 100-ü vururuq 0.2-yə. Bölürəm 2-yə. Bərabərdir. 2 ilə 100 xısa gedir. 50. 50-ni 0.2-yə vursam eləyir 10. Və son. Bu da cavabımız 10. Y variantı. Baxaq 12-yə. Deyir ki, 12-ci sualda malın yarısını 40% gəlirlə, digər yarısını 30% zərərlə satıcıya neçə faiz gəlir gəlmişdir. Malımızı götürürük 100. Tutaq ki da, malımız 100 dənə, 100 ədəd, 100 kiloqram. Nə götürsüz götürün də. Nədən götürək? Buranı siləm, yuxarıdan da yazıq. Məsəl üçün, götürək 100. Mal qəbul edirəm 100. Yarısını, yəni 50-sini. 50-sini 40% gəlirlə. 40% gəlir, 140 deməkdir. Yəni başlanğıc alış qiyməti 100-dürsə,
40% gəlirlə üzərinə 40 gəliri edir 140. Niyə? 100-ün 40% ilə 40-dır. 40% gəlirlə bu əslində tapa bilərik də. 50-nin 140%. Bu bizə verir 70. Yaxşı, duraq hələ. Digər yarısını 30% zərərlə. Digər yarısı 50-dir. Bunu da 30% zərərlə. Yəni 100 idi, 30% zərər edir 70%. İndi görək nə qədər gəlir əldə etmişdir. Birinci 50-nin tapaq 140% neçədir? Nədən yazım? Aşağıdan yazım. 50-nin 140%. %140. Bu 0 bundan gedir. Bu 0 bundan gedir. 15, 5'i 14'e vuranda 70. Yəni 70 manat deyək buradan. 70 manat buradan gəlir əldə edib. İndi ikincisine baxaq. 50% zərərlə. Bir dəfə də 50'nin 70%'ni tapaq. %70. 0'ın biri bununla, 0'ın biri bununla, 5'lər də 7'nin 35. 35 manat da buradan əldə edibdir. İkisi bir yerdə elədi mi? 105. 100 manata almışdı. 105 manat. Yəni nə qədər? 5% gəlir əldə eləmiş oldu. Baxırıq 13-cü suala. 13-cü sualda bizə deyir ki, 30% gəlirlə satılan bir mala satış qiymətindən 20% endirim olunarsa, axırda gəlir zərər faizi neçə olar? 30% zərərlə, gəlirlə satılır. Yəni 130'a satılır, düzdürmü? 130'a. 130%'e satılır. 20% endirim olmaq, bunun 20%'ini tapırıq. İlk öncə eləyir 26. 130'un 20%'i neçədir? 12, 26. Deməli 130 idi. 26 nə oldu? 26 endirim oldu deyir. Ona görə çıxırıq. 26 bizə verir 104'ü. Nəticə nə oldu? Axırda gəlir zərər neçə oldu? 4% gəlir. 104. 100'dən artıqdırsa gəlir götürürük. 100'dən azdırsa zərər götürürük. 14-cü sual. Bu da eyni bayaqçılar kimidir. Sadəcə bir balaca daha qarışıq verir. Deyir ki, məhsulun 60%-i 40% zərərlə satılır. Qalan məhsul hansı faizə satılmalı ki, ümumi satışdan 10% xeyir əldə olunsun? Burada bilirsiniz nə? Sizə asan gəlməsi üçün bir rəqəm verin, bir də ona qiymət verin. Məsəl üçün, belə fikirləşin ki, 100 kiloqram deyək ki, cəviziniz var, cəviz. Bunun da kiloqramını 10 manatdan satırıq. 1 kiloqram 10 manat. Məsəl üçün. Belə tam ədədlər götürürəm ki, ürək istəyən ədəd götürə bilərsiniz. Sadəcə tam ədəd götürürəm ki, bunun 60%-ni, 40%-ni tapmaq, 10%-ni tapmaq asan olsun. Deməli, 1 kiloqramda 10 manat. Mən burada nə qədər gəlir əldə edəcəyəm? 1000 manat. Düzdürmü? 100 kiloqramda 10 manatdan satsam 1000 manat pulum var. İndi gələk bura. Məhsulun 60%-i 40% zərərli. 60%-i, 100'ün 60%-i ilə nə qədərdir? 60'dır. Aha, 60. 60 kiloqramın, görək nə qədər satırıq. 60 kiloqramın 40% zərərlə. Onun 40%-i zərərlə. Onun 40%-ni tapaq gəlin. 10 vurulsun %40. Bu edir 4'dən. Düzdürmü? 4. İndi 4% zərərli 10 manat idi. 4% zərər çıxıram 4'ün eləyir 6. Yəni bunun 60 kiloqramın 6 manata satır. Vur 6 yazardım. Bu eləyər neçə? 360 manat, düzdürmü? 360 manat buradan qazanmışıq. Zərərlə satıb. Qalan məhsulu hansı faizlə satmalıdır ki, 40 kiloqram qalıb, düzdürmü? 60'ı getdi, 40'a qaldı. Bunu hansı faizlə satmalı ki, satışdan 10% xeyir əldə olunsun? Yəni ki, 1000 olmasın ha, 10% xeyir əldə olunsun. 1000'in 10%-i 100'dür. Yəni, əlavədə 100 manat qazanc olsun deyir. 1100 manat olsun. 1100 manat olsun deyir, 1100. 1100 olacaqsa, 1100 olacaqsa 360'dır. Nə qədər qazanmalıyam ki 1100 olsun? 740, düzdürmü? Yəni deyək ki, bu 40 kiloqramı mən neçəyə vurmalıyam ki 740 manat gəlir əldə edeyim. Onda ikisinin bərabərdir. 740'ı bölürsüz
40'a. Sıfırları ataq, 74'ü 4'ə bölək. 74'ü 4'ə böləndə burada düşər 1 dəfə, 34, 34'ün 4'ə 8 dəfə, orada qalar 2, 20, yəni onu da 4'ə bölsən 5. 18.5. Bu da nə deməkdir? 185. Bunu vururam. Faiz göstərən. Bu ədədin özüdür. Yəni 18 manat 50 qəpiyə satmalıdır. İndi faiz göstərən ədədə vururam ki, neçə faiz gəlirlər. Bu da edir 185. Düzdürmü? Bu 185-dirsə əgər 85% xeyirlə satılmalıdır. Devam edək. 15-ci sual. 15-ci sualda bizə deyir ki, bir məhsul 64 manata satıldığı zaman 20% zərər etmişdir. 70 manata satılsa vəziyyət necə olardı? 64 manata satılanda 20% zərər nə deməkdir? 80. Düzdürmü? 100-dən alış qiyməti 100-dür. Zərər deyir 20%. 100-dən çıxıram 20-sin. 100-ün 20% ilə 20 olduğuna görə çıxıram 80%-lə satılıb da 64 manat əldə edilibdir. İndi əgər 72 manata satılsaydı, neçəyə satılacaqdı? İkisi bərabərdir. Burada 70-in 80-ə vuracaq, böləcək 64-ə. Hardan yazaq? X bərabərdir. 72 vur 80 böl 64. 8-ə ixtisar eləyək ilk öncə bunları. 8-ə getsə 8, 8-ə getsə 10. Bu da 8-ə gedər. Burada 1 qalır, 8-ə bölsəm 9. 9 da 10-a 90. Yəni 90% ilə satılmalıdır. O da 90% ilə satılsaydı nə olardı? Vəziyyət necə olardı? 10% zərərlə də yenə eyni qayda. 100 idi, 90 ilə satılsaydı 10% zərər etmiş olsaydı. 10% zərərlə 81 manata satılan bir məhsul. 10% zərər, yəni 90-la. 90% ilə satılan bir məhsul 81 manata satılıbdır. 25% gəlirlə satılsaydı, 125 ilə satılsaydı neçə manat olardı? Gəlin baxaq. X-im yenə bərabərdir. Eyni qayda həll edirik. 81-i 125-ə vurub böləcəyik 90-a. Bunu da yuxarısından yazaq. X-im bərabərdir. 81 vur 125 böl 90. İlk öncə 90-a 9-a ixtisar edək. Burada 9 qalsın. 9-a ixtisar etsə 10 qalar. Bunu da elə vuraq, bölək 10-a da. Yəni 1 0 geriyə çəkək. 9 ilə 5-in 45 5 yazıq 4 yadda, 18 4 yadda, 22 2 yazarıq. 2 yadda, 9 2 də yadda, 11. Ona da bölsəm 112.5. Cavab C variantı. Yox, bu 122-dir, bağışlayın. 112 D variantı. 17-ci sual. 15% gəlirlə satılması nəzərdə tutulan əmtə 15 manatlıq endirimdən sonra 15% zərərlə satılır. Yəni 15 manat 30 elədir. Bilirsiniz nəyə görə? Baxın indi. Belə fikirləşək. Deyir ki 15% gəlir, bu olacaqdı 115. Düzdür. Belə nəzərdə tutulmuşdu. Amma neçəyə satıldı? 15% zərər. 15% zərər nə deməkdir? 100-dən 15-in çıxsaq 85. Bu bizə verir 30-u. Aha. 30% zərərdə bu nə qədər oldu? 15 manatlıq endirim. Yəni 30% endirim olub əslində. 30% 15 manatlıqdır. Bizə nə deyir? Bir də baxaq. Zərərlə satıldı. Əmtənin alış qiyməti neçə manatdır? Alış qiyməti 100 axtarıq da. 100% X. X tapmaq üçün nə edirik? 100-ü vururuq 15-ə, bölürük 30-a. Burada 0-ın biri geçsin. 3-ü də 15-ə, burada 5. Onu da 5'e 50. Kısım 50. Cevap B variantı. Sonra devam edək 18-ci suala. Mənim yerlərim qısıtlı olduğu üçün məcbur silib təzədən yazıram. İstəyirsiniz saxlayıb skrin edə bilərsiniz. Ya da köçürə bilərsiniz. Deyir ki 18-ci sualda 28% gəlirlə 512 manata satılması nəzərdə tutulan məhsul X manata satılaraq daha 47% gəlir əldə edilmişdir. Daha 47%. Yaxşı. Nəzərdə tutulmuşdu ki 28% gəlir. 28% gəlir nə deməkdir? Yuxarısından yazım. 28% gəlir 128 deməkdir. Düzdürmü? 128%. Bununla nəzərdə tutulmuş ki belə satılsın 512 manat əldə olunsun. Nəzərdə tutulmuşdu. Yalnız nə oldu? Məhsul X manata satılaraq X manata satıldı.
Daha 47. Daha 47, yəni bunun üzərinə 47 gəlirik. Bu da edir necə? 175. 175% gəlirlə satılıb. Belə ikisi oldu. Məhsul neçə manat satıb? İkisi soruşur da. İkisi də tapmaq üçün nə edirik? İkisi də bərabərdir. 512-ni vururuq 175-ə. Bölürük 128-ə. 512 128-ə elə bilirəm tam düşür. Bu edir neçə? 4 dəfə. 4 də 175-ə vursam edir 700. Bərabərdir 700-ə. Bu da bizim, burada aşağıda axtarırıq. Bunun cavabı 700. 19-cu və 20-ci suallara da baxaq. Görək nə deyir. Deyir ki, 19-cu sualda, əslində məhlul sualda yaxşı oldu məhlul suala baxmamız. 18 qram 20% duzlu suya 20 qram duz əlavə olunur. Baxın, sizin 80 qram 80 qram məhlulumuz var. Məhlul bilirsiniz nədir? Ya duzla suyun qarışımı, ya spirtlə suyun qarışımı, yəni nəyinsə suyuna qarışımı. Burada bizə deyir duzlu su. Yəni məhlul duzlu sudur. Bunun 20% duzdur. 80-in 20% nə qədərdir ki? Qramla yazaq. 80-in 20% 16-dır. Bunun 16 qramı duzdur. Neçə qramı sudur onda? 80-in 16-sını çıxsam edir 64. 64 qram da sudur. İndi görək bizə nə deyir? Duzlu su. Aha, suya nə qədər duz əlavə edilir? Deyir ki, bunun üzərinə 20 qram duz əlavə olunur. Su əlavə olunmur, duz əlavə olunur. 20 qram. İndi 20 qram bunun da üstünə gəlir. Çünki məhlulu əlavə olunur. Düzdür? Bu ümumi məhluldur. Bu olur 100 qram. Məhlul olur 100 qram. Bunun 16 ilə 20, bu edir 36 qramı deyir ki, duz olsun. 64 qramı da su olsun. İndi deyir ki, qarışığın neçə faizini duz təşkil edir? 36 100-ün neçə faizidir? Elə 36 faizdir. 36. 100-ü vururam %36-ya, yüzlərimi xısar gedir, qalır 36. 36 100-ün 36 faizidir deməkdir. Nə qaldı 20-ci sual? 20-ci sualı da baxaq. Məhlul məsələlərində yadınızdan çıxmasın ki, burada məsəl üçün bizə deyər ki, duz əlavə olundu, su əlavə olundu. Duz əlavə olundusa sadəcə duzun üstünə gəlirsiniz, su əlavə olundusa sadəcə suyun üzərinə gəlirsiniz. Amma ki, məsəl üçün duz əlavə olunubsa suyun üzərinə gəlmirsiniz. Duz əlavə olunubsa duzun üzərinə gəlirsiniz. Bir də ki, ümumi məhlulum da artır. Bir də ümumi məhlulun üzərinə gəlirsiniz, həmin qramı, həmin faizi. Satıcı malı üzərində yazıldığı qiymətdən 20% ucuz almış və üzərində yazılmış qiymətdən 20% baha satmışdır. Yəni, belə deyək, 100% idi. 80-ə alıb 120-yə satıb. 40% gəlir əldə edib. Yox, bağışlayın orada. Belə baxacaq buna. Çünki birbaşa götürə bilmərik də. Bir də 80-in 20%, üzərində yazılmış qiymətdən 20% baha satılmış kimi düşünürük. Buna məsəl üçün qiymət verək. Qiymət versəm deyərik ki, bax, satıcı bir dənə mal alıbdır. Üzərində də 10 manat yazılıbmış. 10 manat yazılıbmış. Bunun 20% ucuz alıb. Üzərində 10 manat yazılıb, amma neçəyə alıbdır? 10 manat yazılıbdır. Yaxşı, yazılıbdır, 20% ucuz alıb. Onun 20% elə 2-dir. Onun 20% 2-dir. 20% yəni 2 manat ucuz alıbsa 8 manat alıbdır. 8 manata alıbdır. Neçə manata satıbdır? Üzərində yazılmış qiymətdən ondan 20% baha. Yenə bunun 20% bahasına, yəni 2 manat bahasına 12 manata. 12 manata satıbdır. Satıcı neçə faiz gəlir əldə eləmişdir? Baxın, neçə manat gəliri var burada? 4 manat, düzdürmü? 4 manat 80-in 8 manatın. Neçə alıbdır? 8 manata. Nə qədər gəlir əldə edib? 4 manat. Bu neçə faizi olur? Yarısıdır da əslində 50%. Elə bir ki, xısar gedir bunlar 2, %2-yə bölsəm 50. 50% gəlir əldə etmiş olur, yarısı qədər. Bu da bizim faiz məsələmiz.
Düşünürəm ki, 20 sual sizə kifayət edər ki, hər tür sualı buradan başa düşəsiniz. Sizlərə daha çox qəbulda nə düşə bilər? Belə 7 tipli, 1 tipli suallar. Bunlara daha çox diqqət yetirin. Məhlul məsələlərin birinə baxdığınız digər məhlul məsələlərdə demək olar ki, eyni qaydadır. Onu yaxşı başa düşsəz, digərlərini də yaza biləcəksiniz. Gəlin dərs üçün sizə deməli, buradan sonra gəlir sürət məsələləri ya hovuz iş. Hovuz iş gəlməlidir. Hovuz iş məsələləri gəlir. Onların izahına baxacağıq. Videonun yüklənməsindən xəbərdar olmaq üçün səhifədə izləmədə qalan abunə olub dəstək ola bilərsiniz.